Mənə elə gəlir ki, yavaş-yavaş hamı başa düşməyə başlayıb ki, bu yol doğru yol deyil idi. Məsələn, tutalım, zalımlığın üstünlüklərindən nə qədər desən danışmaq olar da. Məsələn, məsuliyyətdən çıxmaq üçün zalımlıq eləsin, bu səbəbə görə eləməlidir. Bəlkə haqlı da görünərsən zahirən. Çoxlu arqumentlər də gətirə bilərsən ki, yox, axı müəllim belədir, belədir, belə. Amma mən axırda deyəcəm ki, yox, yenə də bu yaxşıdır, mən dediyim yaxşıdır. Yenə də bu yol doğrudur. Yeni köçəcəyimiz şəhərlə bağlı xeyli üstünlüklərindən danışırdılar filan ki, məni təsirləndirsinlər ki, köçək o şəhərə. Hamısını dinləyirdim, baxırdım, gördüm, həqiqətən də qəşəngdir də filan dedim. Amma dedim, yox, yenə axırda dedim ki, yox, yenə də bu yaşadığımız şəhər yaxşıdır. İnanın ki, burada da məsələ elədir. Bəli, siz o qədər arqumental danışarsınız, o qədər dəlil sübut ki, haqq qazandırasınız məzlumun zalımlığına. Amma yenə axırda deyəcəm ki, yenə də mən dediyim doğrudur. Doğru olan budur. Bu min illərin sınağından keçib gəlmiş yoldur. Bu birdən-birə şey çıxartmaq deyil. Təzə ortaya düşmüş bir şey deyil. Min illərin sınağından keçmiş, təcrübə olunmuş, gəlmiş yol budur ki, mətanət yaxşıdır, ləyaqət yaxşıdır, mahiyyətindən uzaqlaşmamaq yaxşıdır. Məzlumun zalıma çevrilməsi pisdir. Ona görə yenə də şair demiş, lənət şeytana, yenə də Allaha şükür.